Salam hörmətli tamaşaçılar, hər vaxtınız xeyirli uğurlu olsun. Deyin görüm nə var nə yox, necəsiz? Yeri gəlmişkən bu suallar artıq ritorik suallara çevrilib. Xəbəriniz var? Ritorik isə cavab tələb etməyən suallara deyilir. Amma mən əhvalınızı söz xatirinə soruşmadım. Nəysə, bu barədə sonda daha ətraflı danışarıq. İndi isə keçid alaq bir-birindən rəngarəng sujetlərimizə. Diqqətiniz bizdə olsun, çünki başladıq. Əl işləri ilə aranız necədir? Məsələn, bu hansısa bir rəsm əsəri, ipdən toxunulmuş bir geyim və yaxud muncuqlarla bəzədilmiş bir qab ola bilər. Bilirsiniz niyə soruşuram? Çünki elələri var ki, bunu lazımsız vaxt itkisi hesab edir. Deyir, saatlarımı bu məşğuliyyətə sərf edənə kimi istirahət edərəm ya da dost-tanışla zaman keçirərəm. Hətta lazım olsa hazırını alaram deyənləriniz də az olmur. Əl işlərindən zövq alanlar isə bu məşğuliyyət zamanı demək olar ki, tərk dünya olurlar. Qayğılarını unudur, əməlli başlı stres atırlar. Onlar üçün əl işləri sənət deməkdir. Halal zəhməti ilə əl əməyi göz nuru hesabına, üstəlik də sevdiyin işlə məşğul olmaq insanı məncə yormaz. Əksinə böyük zövq verər. Zənnimcə əməkdaşımız Gülnarın hazırladığı sıradakı sujetin qəhrəmanları zərin qədrini bilən insanlardır. Yəqin anladıq sözün kimdən getdiyini. Hələ anlamayanlar isə eybi yox. Sujeti izləyəndə mütləq başa düşəcəklər. Atalar sözləri xalqın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu seçdiyi hikmətli sözlərdir. Məsələn, zər qədrini zərgər bilər. Gəlin görək, şəhər sakinləri necə bu barədə nə düşünürlər? Hər hansı bir sözün belə dəyərini qiymətləndirmək, bu özü elə zər qədrini zərgər bilər atalar misalından bir sübutdur. Gərək insan yaxşı olsun ki, onda məsəl üçün yaxşı kimi qələmə verəsən, yaxşı kimi başa düşürsən. Yaxşı adamları həmişə gərək yaxşı kimi də qiymətləndirəsən. Yəni zər qədrini zərgər bilər, bu düz sözdür. Zər qədrini zərgər bilər o deməkdir ki, yəni hər bir sənəti, peşəni onu bilən adam bilməlidir. Bilməyən adam gedib o işlə məşğul olanda ya ziyana düşər, ya başına müxtəlif bəlalar gələ bilər. Mütəxəssislərin fikrincə atalar sözləri xalq fəlsəfəsindən, xalqın həyat tərzindən irəli gələn, onun davranışlarını modelləşdirən deyim tiplərindəndir. Bunların arasında hər birinin özünə görə müəyyən situasiyayla bağlı mənası var. Lakin bu atalar sözündə söhbət nə qızıldan, nə də qızılı hazırlayandan gedir. Qızıl rəmzi ilə, simvolu altında dəyər nəzərdə tutulur. Nədən? Çünki ona görə ki, demək, qızıl dəyərli bir əşyası hesab olunur. Ona görə də dəyəri məhz dəyərli əşya ilə rəmzləşdiriblər və ona görə də qızılın altında dəyərli bir şey nəzərdə tutublar. Söhbət burada əvvəl maddi bir məsələdən getməyə də bilər. Ola bilər tamamilə bir mənəvi bir məsələyə aid olsun. Bu misal bizə də maraqlı gəldiyindən iş ustasından öyrənməyə qərar verdik. Qəhrəmanımız Bayram Nuriyev deyir ki, 45 ildir bu sənətlə məşğuldur. Onun sözlərinə görə zərgərlik heç də göründüyü qədər asan iş deyil. Zər kənardan nə qədər incə görünürsə, onu hazırlamaq da bir o qədər zəhmət tələb edir. 15 yaşımdan gəlmişəm bu sənətə, zərgərlik sənətinə. Biz o vaxt bu sənətləri əllə işləyirdik. Əllərimiz qabar olardı işləməkdən. Ən çətin sənət elə bu şəbəkədir. Şəbəkəni işləmək üçün gözümüzün gözü qaralırdı. Bir dənə hamısı xırda-xırda əllə işləyirdik, odun içində işləyirdik. İstisiz adı onun, indi şəbəkə işləyən kimdir? Şəbəkə saat gəzirləri işləyən yoxdur, şəbəkə sənətkarı yoxdur. Zakrepkanı eləyirdik, daşları bir dənə daşların yerini açırdıq əlimizlə, təmizləyirdik onu, qaşıyırdıq, tekillərlə, zatlarla, yolurduq, təmizləyirdik. İndi elə şeylər var bəyəm. Hə, marağıma yenilib bu sualı qəhrəmanımıza da verdim. Zərin qədrini həqiqətən də zərgərlərmi bilir? Elə aldığımız cavab da təxmin etdiyimiz kimi oldu. Atalar sözüdür, köhnədən gəlmə sözü zər qədrini zərgər bilər. Biz o mala baxanda, ya bir nəyəsə bir şeyə fikir verəndə sırası onu deyərdilər ki, bax, zər qədrini zərgər bilər. O insanlara aiddir, o qızla da aiddir, o hər bir şeyə aiddir. O əzəldən gəlib ki, zər qədrini doğrudan zərgər bilər. Bir iş görəndə, bir şey görəndə, əlün sənətinə baxılır, buna bax, zər qədrini zərgər bilər, doğrudan da elədir.
Belə rəvayət edirlər ki, bir gün usta öz tələbəsinə qiymətli bir daş verib deyir: "Al bunu apar bazara. Qarşına çıxan bütün dükanlara göstər. Nə qədər pul verəcəklərini soruş, amma heç kimə satma." Oğlan razılaşıb əlindəki daşı bazara gətirir. Kimə göstərirsə yaxşı qiymət verən olmur. Sonda bir zərgər yanına gəlir. Zərgər deyir ki, bu daşa nə qədər istəsəm pul verərəm. Oğlan bu daşı satmayacağını dedikdə zərgər yalvarmağa başlayır. "Nə olar, bunu mənə sat. Evimi, dükanımı, hətta torpaqlarımı da verərəm." Şagird yox deyib ustasının yanına qayıdır. Bütün gördüklərini ustaya danışır və deyir: "Usta, doğrudan da zər qədrini zərgər bilər." Mütəxəssislər bildirir ki, bu məsəl insanlara şamil olunur və zərgər burada zəri, daşqaşı doğru düzgün dəyərləndirən mövqedə durur. Sosial mənada insanlar arasında hər hansı bir məsələdə o məsələnin ustası, o məsələnin mütəxəssisi, bilicisi onu dəyərləndirə bilər və təbii ki, bu dəyərləndirmə obyektiv bir dəyərləndirmə olmalıdır, özündə həqiqəti əks etdirməlidir. Ona görə də məhz iki tərəfdən də saf və təmiz bir dəyər mənasında qızıl, yenə də həmin məhsullarla işləyən, ondan müəyyən məmulatlar hazırlayan zərgər seçilmişdir ki, bu dəyəri və dəyərləndirməni ifadə etsin. Belə, bugünkü sujetimizdə sizə zərgərlik sənətinin incəliklərindən bəhs etdik. Lakin zərgərlik sənətinin heç də asan bir iş olmadığına elə apardığımız araşdırmalar zamanı əmin olduq. Və belə qənaətə gəldik ki, hər bir şey yalnız onun dəyərini bilənin yanında dəyərlidir. Gülnar İlqar qızı, Vüqar Yusifov, Ziya Allahyarov, Lider TV. Kim nə deyir desin, elmin, texnikanın inkişafı istənilən halda müsbət hadisədir. Gündəlik həyatınızı heç telefon, kompüter ya da sosial şəbəkələri demirəm. İsti susuz, qazsız, televiziyasız təsəvvür edə bilirsinizmi? Çətin. Görün bir həyatımızı yüngülləşdirmək üçün nə qədər köməkçi vasitələrimiz var. Gündəlik məişət qayğıları bir yana, indi dağa dırmaşmaq belə su içmək qədər asanlaşıb. Nədir? Niyə təəccüblənirsiniz? Bəlkə heç funiklordan istifadə etməmisiniz? Əgər hündürlük qorxunuz yoxdursa, bunu istədiyiniz zaman həyata keçirə bilərsiniz. Bəli, bunun üçün nəinki Alp dağlarına. Heç Uludağada yollanmağa ehtiyac yoxdur. Özümüzün dağüstü parkımıza üz tutmanız kifayət edər. Çətini bir dəfə funiklordan istifadə edənə kimidir. Ondan sonra mənim kimi siz də hər fürsəti dəyərləndirməyə can atacaqsınız. Necə? Bax belə. Müasir dövrümüzdə yüksəkliyə qalxmaq üçün bir neçə üsul var. Liftə minmək, nərdivana qalxmaq, piyada getmək və yaxud da Bakı funikloru ilə dağüstü parka qalxmaq. Getdik Ceyhun. Sərnişin və yük daşımada funiklordan istifadə ideyası ilk dəfə 1825-ci ildə meydana çıxıb. 1854-cü ildə isə İtaliyada və Avstriyada funiklor tiplərlə istifadəyə verilib. Elə bu illərdə İsveçrə kimi dağlıq ərazilərdə yerləşən ölkələrdə də funiklordan geniş istifadə olunub. Şəhərimizdə isə Bakı şəhər funikloru 1960-cı ildə may ayından istismara verilibdir. 80-ci ilin sonlarına qədər istismar olunubdur. 80-ci ilin sonları, 90-cı ilin əvvəllərində məlum bildiyimiz məsələlərlə bağlı, yəni baxımsız vəziyyətə düşmüşdü. Demək olar ki, istismar tam dayandırılmışdı. 2001-ci ilin sonlarında təmir bərpa işləri görüldü və 2001-ci ilin axırları deyirəm, istismara buraxıldı. Funiklor nisbətən qısa yoxuşlarda sərnişin, yük daşıma üçün vaqonları kanatla dartılan reysli yoldur. Elə latın sözü olan funiklorun hərfi mənası da ip kanat deməkdir. Funiklora bəzən tısbağa sürətli nəqliyyat da deyirlər. Paytaxt sakinlərinin həvəslə mindiyi Bakı funikloru isə Azneft meydanından Şəhidlər xiyabanına gedişi asanlaşdırmaq üçün tikilib. Hər iki vaqon gördüyünüz kimi tam müasir standartlara cavab verən vaqonlardır. Ən əsası odur ki, tam təhlükəsiz vaqonlar. Həm təhlükəsizliyi baxımından, həm görünüşü baxımından əvvəlkindən çox fərqlənir. Qış mövsümündə müəyyən mənada biraz seyrək olur. Əlbəttə ki, yəqin ki, cəmaət yay vaxtı daha çox dəniz kənarlarına, vaxtı gəzməyə çıxanların sayı çox olur. Həmçinin turistlər də yay mövsümündə çox olur.
Bakı funikulyorunun dəmir yol xəttinin uzunluğu 455 metrdir. Onun 2 vaqonu var. Vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edən və saatda orta hesabla 2000 sərnişin daşıya bilir. Yeni funikulyorun əsas özəlliyi isə onun tamamilə şüşələrdən yığılmasıdır. Hər tərəfi şüşə olan vaqonlardan isə Bakı buxtasının panoramı olduqca qabarıq görünür. Şəhərinizdə çox gəzmişəm. Demək olar ki, Bakını çox sevirəm. Xüsusən də burada fəaliyyət göstərən funikulyor çox gözəl quruluşa malikdir. Demək olar ki, hər dəfə işdən çıxdıqdan sonra funikulyordan istifadə edirəm. Siz istifadə edirsiniz funikulyordan? Bəli. Çox hansı vaxtlarda? Tək qalmaq istəyəndə. Bura gələn dostlarımızı əsasını gətirir, buraya göstərmək üçün aparırıq onları, gəzdiririk, vaxt keçiririk. Bugün dünyanın bir sıra ölkələrində funikulyorların xidmətindən istifadə olunur. Fransanın paytaxtı Parisdə, İspaniyanın Barcelona, İsrailin Hayfa şəhərlərindəki funikulyorlar da turistlərin diqqətini özünə cəlb edən nəqliyyat vasitələri sayılır. Dünyanın ən uzun pilləkəni Nisenbahın funikulyoru hesab edilir. Bu funikulyor vasitəsilə Alp dağlarındakı İsveçrə Nizen dağlarına qalxmaq mümkündür. Bu faktları məlumatlı olmanız üçün söylədik. Təbii ki, funikulora minmək üçün nə anda, nə də Barcelonaya getməyə ehtiyac yoxdur. Bakı funikulyorunun qapıları hər zaman ziyarətçilərinin üzünə açıqdır. Həmişə yüksək əhval-ruhiyyədə olmanız diləyi ilə Türkan Mahmudova, Ceyhun Mustafayev, Lider TV. Yaman acımışam, bir özünüz düşünün. İş vaxtının bitməsinə az qalıb. Nahardansa artıq 3 saat keçib. Yaxşı ki, mədəmin etiraz səsləri mikrofona düşmür. Yoxsa bu simfoniyanın sayəsində əməlli başlı məşhurlaşardım. Bilirsiniz nə olsa məmnuniyyətlə yeyərdim? Mən axı qurmanam. Acından ölsəm də elə belə. Yəni sevmədiyim yeməyi yemərəm. Qoy tərkibindəki ərzaqları sayım, siz tapın. Deməli belə. Undan xəmir yoğrulur, sacın üstündə bişirilir. Ağız dadına uyğun olaraq göyərti və ya ətlə hazırlanır. Bəli, düz tapdınız. Söhbət qutabdan gedir. Heç arasına kərə yağı çəkməyə, üstünə sumaq vurmağa imkan vermədiniz. Görürəm, siz də elə mən və Elmira kimi qutabbazsınız. Elə isə biraz da yaxın oturun. Dadlı sujetimiz efirdədir. Mən birinci dəfədir ki, Azərbaycandayım, İtaliyadan gəlmişəm. Sizin mətbəxinizi çox sevirəm, xüsusən də qutabı. Qutab çox dadlıdır. Birinci dəfədir ki, qutabın dadına baxdım, çox bəyəndim. Əsasən də ət qutablarını. Qutabı çox sevirəm, xüsusən də göy qutabı daha dadlıdır. Qutablar çox dadlıdırlar, əti biraz bol olsa əla olar. Bəli, milli mətbəximizin təamları, dadı və ləzzəti ilə bir çox xalqların nümayəndələrini özünə heyran edir. Qutabsa ölkəmizə gələn turistlərin dilindən düşmür. Qutab sözü qatlanmış sözündən əmələ gəlib. Mütəxəssislərdə nazik aypara formalı yuxa içərisində olan qutabın Azərbaycan milli mətbəxinə aid olduğunu bildirirlər. Hələ qədimdən nənələrimiz böyük həvəslə qutabı sac üstündə bişirərdilər. Təbiətdən dərilmiş, yığılmış göyərti və məhz xamır vasitəsilə istifadə olunmuşdur. Həm də qutab qədim türk mifik dünya modelini astral elementlərlə simvolizə edən bir yemək növüdür. Çünki burada həm də onun o forması astral elementləri simvolizə edir. Bu da qədim türk mifik dünya modelinə söykənir. Ona görə biz deyə bilərik ki və tam əminik ki, bu bizim milli blyudamızdır, bizim milli yeməyimizdir. Qutab milli mətbəximizin ən dadlı təamlarından biri hesab olunur. Gəlin görək ümumiyyətlə qutab necə hazırlanır və tərkibinə nələr daxildir. Yasimə xanım, bax, qutab hazırlayırsınız. Deyər də öyrənək, bax, qutabın tərkibinə nələr daxildir və necə hazırlanır? Qutabın tərkibinə, yəni xəmir yoğrulur, içinə duz, adi su ilə yoğrulur, duz vurursan. Xəmir hazır olandan sonra onu kiçik kündələrə bölürsən, yəni kiçik kündələr eləyirsən. Kündələrdən sonra, yəni bu müxtəlif bişirilir. Balqabaqlı var, görürsünüz, otlu var, ətli var. Üçür, daha çox, daha pendirlisi də olur hətta. İndi biz hazırlayacağım, siz də şahidi olacaqsınız.
Qutabın müxtəlif növləri var. Məsələn, göyərti qutabı, ət qutabı, corat qutabı, ciyər qutabı və s. Bütün növ qutablar üçün xəmir eyni cür yoğurulur. Yasəmən xanım neçə ildir ki, qutab pişirir və deyir ki, restoranda ən çox tələb olunan yeməklərdəndir. Göy vurulur içinə, xəmirin yayıldıqdan sonra. Duzu da vurulur ki, yəni dadı olsun. Sonra ağzı bağlanır belə. Qutabımızın. Demək olar ki, ən çox yeyiləndir. Burada çox yeyilir. Turistlərimiz tərəfindən daha çox sevirlər qutabımızı. Bu göylüdür. Yəni zövqə görə kim necə istəyir, elə veririk. Qutabçı xanımımızı gördüm, mən də həvəsə gəldim və gəlin görək qutab hazırlamaq məndə necə alınır. Qutab hazırlamaq bir qədər zəhmət tələb etsə də, dadına görə bu əziyyətə dəyər. Hazır qutabların hər birinin üstünə kərə yağı çəkilir və sumaq səpilərək nimçədə bir-birinin üstünə qoyulur. Çox dadlıdır. Bəli, bugün biz sizə Azərbaycan mətbəxinin incilərindən sayılan qutabın hazırlama qaydası ilə sizi tanış etdik. Ümumiyyətlə, Azərbaycan mətbəxi belə gözəl təamları ilə dünyada hələ öz sözünü çox demiş olacaq. Elvira Manatlı, Rəşad Məmmədov, Nicər TV. Məşhur bir rus deyimi var, İndi yadıma sala bilmirəm. Deyir, qəpik-qəpiyi qoruyar, o da manatı. Yox, deyəsən eləcə qəpik manatı qoruyar kimi tərcümə olunur. Xülasə, siz nə demək istədiyimi anladınız yəqin ki. Sıradakı sujetimiz pulu necə toplamağın yolları ilə bağlı olacaq. Yox, burada söhbət heç də simiclikdən, xəsislikdən getmir. Birdən elə bilərsiniz ki, orta məktəbdə oxuduğum Hacı Qara əsərinin təsirindən hələ də ayılmamışam. Əsla belə deyil. Sadəcə hərdən düşünürəm ki, hər kəs qənaətçil ola bilər. Təbii ki, bədxərclik etməsək. Nəysə, çox danışmadan keçid alıram əməkdaşımız Fidanın bu məsələ ilə bağlı araşdırmasına. Diqqətlə baxın ki, yararlana biləsiniz. Çox vaxt pulumuzu boş yerlərə xərcləyirik. Aylamda da görürük ki, aldıqlarımız nəyin işimizə yaramır. Heç keyfiyyəti də qane edici olmur. Zəhmətlə qazandığınız pulun havaya sovrulmasını istəmirsinizsə, qənaət etməyi öyrənməlisiniz. Pula qənaət etmək mümkündür. Mümkündür, baxır insana, hər insan eləyə bilməz. Yəni, ehtiyacı varsa eləyir, amma hər insan eləyə bilməz də. Mən şəxsən qənaət eləyə bilmirəm. Nəyə görə? Nə görsəm, əlimdə pul olan kimi, nə görsəm onu alıram. Xoşuma gələn bir şey olur, alıram. Ekonomik yapmaq iyi bir şeydir. Yəni, mən qazandım, götürəcəm, xərcləyəcəm, qurtaracam. Olmaz o ya. Səhvəli istifadə edəndə qənaət eləmək olar. İstər-istəməz, yəni, xərclənir, çıxır da. Qənaət eləmək mümkün deyil. Çoxları qənaəti hər şeydən imtina etmək, keyfiyyətsiz əşya almaq və ya qonaq qəbul etməmək kimi başa düşür. Belə düşünənlərin nəzərinə çatdırıram ki, qənaətin hər kəsə faydalı üsulları da var. Pulları göyə uçurmazdan öncə özünüzə sual verin. Mən nəyə pul xərcləyirəm? Buna dəyərmi? Xərclərinizin hesabını tutmaq da sizə maddi vəziyyətinizi nəzarətdə saxlamağa kömək edər. Çalışın alış-veriş edərkən cəzbedici vitrinlərin tələsinə düşməyəsiniz. Həmçinin nəyi almaq istədiyinizə qəti qərar verin. Alış-verişə getməmişdən öncə alacağınız ərzaqlarının siyahısını tutun. Bu sizə pula qənaət etməniz üçün böyük kömək olacaq. Aldığınız ərzaqları kredit kartı ilə yox, nəqd pulla ödəyin. Alış-veriş qəbizlərini də saxlayın. Çünki bu sizə keyfiyyətsiz malların geri qaytarılmasında yardımcı ola bilər. Pul da bir enerjidir. Yəni onun daşıdığı bir enerji var. Biz onun qədrini bildikcə, biz onu sevdikcə o bizə doğru gəlməyə başlayır. O bizi daha çox tapır. Və şopagolik olan insanların əsasən psixoloji şuur altında problemləri olur. Onlar çox stres keçirmiş, depressiya keçirmiş və alış-verişlə öz streslərini yüngülətmək, gərginliklərini azaltmaq niyyəti daşıyırlar. Amma təbii ki, bu müəyyən bir müddətdən sonra artıq alışqanlığa və qarşısı alınmaz bir prosesə çevrilir, hansı ki, insan ehtiyacı olmayan əşyaları almağa başlayır. Mütəxəssislərin fikrincə insan acqarına bazarlığa getdikdə düşünülməmiş addım atır. Ona görə də yaxşı olar ki, dükana getməzdən öncə evdə yaxşıca yeyəsiniz. Bəzi insanların niyyətləri, məqsədləri olur. Belə deyim, insan pul yığır və müəyyən bir məqsədinə nail olmaq adına.
pul yığır və o insana kənardan xəsis kimi baxa bilərlər. Halbuki bu belə deyil. O insan sadəcə müəyyən bir gəliri var və o müəyyən gəliri toplamalıdır ki, öz məqsədinə nail olsun və bunu da biz anlayışla qarşılamalıyıq. Cibinizə və mədənizə ziyan olmasını istəmirsinizsə, özünüzlə işə yemək aparın. Bununla siz həm pulunuza qənaət edər, həm də sağlamlığınızın qeydinə qalarsınız. Elektriklə işləyən əşyalarla da pulunuza qismən qənaət edə bilərsiniz. Tez-tez toz soğranın torbasını təmizləyir. Çünki torbası dolu olan toz soğran enerjini çox aparır. Paltaryuyan maşını da dolmuş şəkildə istifadə edin. Bu həm suya, həm də enerjiyə, dolayısıyla da pulunuza qənaət edin. Belə, qənaət etməyin müxtəlif yollarını nəzərdə çatdırdıq. Bunlara əməl edib etməmək isə sizin öhdənizə düşür. Həmçə cibinizin dolu, ovqatınızın isə xoş olması diləyi ilə Fidan Əlheydər, Rəşad Məmmədov, Lider TV. Belə, əziz tamaşaçılar, verilişimizin əvvəlində əhvalınızı söz olsun deyə soruşmadım. Sizin kefinizin yaxşı olması elə bizim yaxşı olmağımız deməkdir. Bu arzu istəklə də bugünlük bu qədər. Sağ olun, salamat qalın. Belə olmanız bu arzu istəklə də yadımda qalmır da ondan sonra nə olar? Yararlana. Hardan? Hə, ondan. Televiziyasız təsəvvür edə bilir. Kompüter. Bu əsl mənlidir. Yaman acımışam.